Gəncə şəhəri ərazisində tikilməkdə olan evlər sökülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Nizami Gəncəvi küçəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib və bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb deyə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir. İndi həmin görüntüləri təqdim edirik.